Salam, xoş gördük. Bugün Kasp olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər ağacləşmə aksiyası həyata keçiririk. Nazirliyin Müşfiqabad qəsəbəsində yerləşən ərazisindəyik və Dünyanı Tanıyaq Dərnəyi və Ekoklub Dərnəyimizin şagirdləri ilə, müəllimləri ilə bərabər belə gözəl ekoloji aksiyaya qoşulmuşuq. Aksiya baharın gəlişi, yazın gəlişi, Novruz bayramı münasibəti ilə, Ot çərşənbəsi münasibəti ilə təşkil olunub. Şagirdlərimiz torpağa toxunurlar, bir ağaca, bir fidana nəfəs verirlər və bunun sevincini yaşayırıq. Belə gözəl mənzərə. Demək, bizim Ekoklub və Dünyanı Tanıyaq Dərnəyimiz, müəllimlərimiz buradadır. Qızlarımız, neyinirsiniz? İnci, neyinirsən? Birinci səfərdə yoxsa əvvəli olmuşdu? Əvvəl olmuşdu. Elə? Könüllülərimiz buradadır. Yorulmayasınız, yorulmayasınız. Uğur, əvvəlki təcrübənə əsaslanırsan, yoxsa ilk təcrübəndir? İlk təcrübə. İlk dəfə ağac əkirsən. Xeyirli olsun. Suvarmanı kim edəcək? Oğuz. Oğuz, suvarmanı sən edəcəksən. Əkmirsən əvvəlcə ağac? Ha, kənddə. Kənddə, hansı kənddə? Quba. Qubada, əla. Rəana, ilk təcrübəndir? İkinci. İkinci. Keçən il də gəlmişdin sən. Bəli. Əla. Qəşəng. Su həyatdır, su həyatdır. Ağaca su vermək çox gözəl hissdir. Melisa, əvvəl əkmişdin ağac. Bəli. Nə vaxt əkmirsən, harda əkmirsən? Çox uzun vaxt keçib İranda əkmişdim bağımızda. Hə, ilk dəfə Ərdəbildə əkmirsən. Bağımızda mən. Öz bağınızda. İnşallah bir gün gedərsən o bağınıza. Ağaclar böyümüş olar. Bəli. İnşallah. Böyüyüb keçmişəm. Elə? Əla, əla. Təcrübəli qızlar. Hiss olunur ki, qızlarımız təcrübəlidir. Aferin sizə, aferin. O ağaçlar böyüyəcək, fotosintez gedəcək, yaşıllıq olacaq sizə. Təşəkkür edəcəklər Elmira xanım.